Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşkilatçılığı ilə bugün Parkin mehmanxanasında Naxçıvan kontekstində Azərbaycanda insan haqlarının durumu və media texnologiyaları vasitəsilə insan haqlarının qorunması mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir barədə məlumat verən RATİ sədri Emin Hüseynov rəhbəri olduğu təşkilatın artıq 3 ildir Naxçıvan Muxtar Respublikasında insan hüquqları və medianın monitoringi layihəsini icra etdiyini deyib. O, keçirilən tədbirin Norveçin Xarici İşlər Nazirliyinin və ABŞ-ın Alman Marshall Fondunun dəstəyi ilə həyata keçirildiyini bildirib. ABŞ-ın Alman Marshall Fondunun təmsilçisi Mehriban Rəhimli media layihəsinin əhəmiyyətindən və bu kimi layihələrin insan haqlarının qorunmasına dəstəyindən danışıb. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun layihə koordinatoru İdrak Abbasovun moderatorluğu ilə Naxçıvan kontekstində Azərbaycanda insan haqlarının durumu mövzusunda məruzə və müzakirələr başlayıb. RATİ-nin Naxçıvandakı müxbiri Həkim Eldosti Mehdiyev Naxçıvan Muxtar Respublikasında insan haqlarının ümumi durumu barədə məruzə edib. O, Muxtar Respublikada azadlıqların günü-gündən məhdudlaşdırıldığını bir daha xatırladıb. RATİ-nin Naxçıvandakı digər əməkdaşı Elman Abbasov yerli televiziya və radioların hakimiyyətin tam nəzarəti altında olduğunu, bölgədə isə bir dənə də olsa azad qəzetin olmadığını deyib. O, paytaxtda dərc olunan qəzetlərin Muxtar Respublikaya az sayda buraxıldığını deyib. Naxçıvan Demokratiya və Qeyri-hökumət təşkilatlarının İnkişafı Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova bölgəyə jurnalistlərin, diplomatik korpus təmsilçilərinin, hüquq müdafiəçilərinin səfərlərinin davamlı şəkildə təşkil edilməsi, habelə Naxçıvanda baş verənlərin medianın diqqətində saxlanılmasının vacibliyindən danışıb. Yalnız Naxçıvanda deyil, ümumilikdə Azərbaycanda insan hüquqlarının durumu gərgindir və bu bizim diqqət mərkəzimizdədir. Bunu isə çıxışında Azərbaycanda insan haqlarının durumu Human Rights Watch təşkilatının gözü ilə mövzusunda çıxışında adı çəkilən qurumun nümayəndəsi Georgi Gogia deyib. Tədbirdə Azərbaycan Media Mərkəzinin rəhbəri Gülnarə Axundova medianın insan hüquqlarının qorunmasında Azərbaycan kimi ölkələrdə sosial şəbəkələr, onlayn televiziyaların, bloqların xüsusi önəm daşıdığını bildirib. Gürcüstandan gələn media ekspert Laşa Tuğişi Gürcüstanın bu mərhələni uğurla başa vurduğunu deyib. Onun fikrincə mediaya gələn vasitələr şəffaf olmasa, bu medianın cəmiyyətin deyil, ayrı-ayrı qüvvələrin iradələrinə uyğun fəaliyyət göstərəcəyi yəqindir. Azərbaycanda hakimiyyət 9 mərkəzi televiziya kanalın, 130 qəzetin və onlarla media saytının fəaliyyət göstərdiyi media məkanına demək olar ki, tam nəzarət edir. Kütləvi informasiya vasitələrinin əksəriyyəti ictimai rəyin manipulyasiyası ilə məşğuldur və yalnız az hissəsi hadisələri adekvat işıqlandırmağa çalışır. Hətta bu cüzi bəlkə də cəmi 1% təşkil edən hissə də hakimiyyətdə dözümsüzlük yaradır. Son 2 həftədə Ayna Zerkala qəzetləri və RATİ-nin əməkdaşı jurnalist İdrak Abbasovun ailəsi döyülüb. Onun özünə və qardaşlarına qarşı cinayət işi qaldırılıb. Lənkəranda jurnalist Aydın Caniyev həbs olunub, onun əməkdaşı olduğu Xural qəzetinə qarşı kampaniya aparılır. Gündəm Xəbər qəzetinə qarşı cinayət işi qaldırılıb, hakimiyyətin siyasəti ilə razılaşmayan redaktorlara qara yaxma kampaniyası başlanıb deyə qeyd edən Turan agentliyinin direktoru Mehman Əliyevin fikrincə, belə olan şəraitdə tənqidçi və müstəqil jurnalistlər və nəşrlər demək olar ki, jurnalist və hüquq müdafiə təşkilatlarının dəstəyindən kənarda qalır. Azərbaycan Media Mərkəzinin koordinatoru Seymur Kazımov isə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi üçün sosial şəbəkələrdən və bloqosferdən daha geniş istifadəyə tərəfdar olduğunu bildirib. Sonda Kiv və QHT arasında azad informasiya məkanının müdafiəsi və inkişafı üzrə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə dair təkliflər irəli sürülüb. Naxçıvanda vətəndaş cəmiyyətinin fəallaşması üçün Muxtar Respublikada Kiv və QHT-nin birgə müxtəlif tədbirlər keçirməsinin intensivləşdirilməsi təklif olunub.